Bugünkü mövzumuz statikanın əsaslarıdır. Cisimlərin tarazlıq qanunlarını öyrənən bölmə statika adlanır. Əgər cisimə eyni zamanda bir neçə qüvvə təsir edirsə, bu qüvvələr cisimə ya irəliləmə hərəkəti verəcək, ya da müəyyən ox ətrafında fırladacaq. Gəlin bu nöqtəyə deyək fırlanma oxu, O nöqtəsi. Yazıram bura F1 qüvvəsi, F2 qüvvəsi. Qüvvələrin təsir xəttini uzadıram. Əgər qüvvənin təsir xətti uzanıb gedib fırlanma oxundan keçirsə, bu qüvvə cismə irəliləmə hərəkəti verəcək. Əgər qüvvənin təsir xəttini uzadıram, gedib fırlanma oxundan keçmirsə, bu qüvvə cismə fırlanma hərəkəti verəcək. Tutaq ki, cismə bir neçə qüvvə təsir edir ki, həmin qüvvələrdə cismə irəliləmə hərəkəti verir. Bir neçə qüvvə çəkirəm. F3 qüvvəsi, F4 qüvvəsi. Bu qüvvələrin uzantılarının kəsişdiyi nöqtəyə biz deyəcəyik kütlə mərkəzi. Baxın, F3-ün uzantısını birləşdirirəm. F4-ün uzantısını birləşdirirəm. Bu qüvvələrin uzantılarının birləşdiyi nöqtə olacaq kütlə mərkəzi. Yer səthində kütlə mərkəzi ilə ağırlıq mərkəzi üst-üstə düşür. Ağırlıq mərkəzi də ağırlıq qüvvəsinin tətbiq olunduğu nöqtədir. Bəzi simmetrik cisimlər var. Məsələn, kubdur, diskdir, kürədir. Onların ağırlıq mərkəzi ilə həndəsi mərkəzləridir. Amma düzbucaqlıdır. Düzbucaqlının diaqonallarının kəsişmə nöqtəsi olacaq onun ağırlıq mərkəzi. Və yaxud da ki, kvadratdır. Kvadratın diaqonallarının kəsişmə nöqtəsi elə onun ağırlıq mərkəzi olacaq. Qüvvənin təsir xəttindən fırlanma oxuna çəkilən perpendikulyara deyəcəyik qüvvənin qolu. Baxın, F1 qüvvəsinin təsir xəttini uzadıram. Fırlanma oxuna perpendikulyar çəkirəm. Bu olacaq qüvvənin qolu. Digər bir şəkil üzərində də göstərə bilərik. Məsələn, belə bir cisimimiz var. Fırlanma oxu O nöqtəsidir və buradan bir F1 qüvvəsi tətbiq olunub. F1 qüvvəsinin təsir xəttini uzadırıq. Təsir xəttindən fırlanma oxuna perpendikulyar çəkirik. Həmin bu perpendikulyarın uzunluğuna biz deyəcəyik nə? Qüvvənin qolu. Qüvvə ilə onun qolunun hasilinə qüvvə momenti deyilir. F vurulsun D. Vahidini çıxartsaq, qüvvənin vahidi Newton, qolun da vahidi olacaq metr. Newtonu da açarıq, kiloqram vurulsun metr, bölünsün saniyənin kvadratı. Bir dənə də metrimiz var, olacaq metrin kvadratı. Qüvvənin cismə təsiri, fırlatma təsiri qüvvənin modulundan, istiqamətindən və qolunun uzunluğundan asılıdır. Belə bir hala baxaq. Cismə qüvvə təsir edir və müəyyən bucaq əmələ gətirir. Alfa bucağı. Biz qüvvə momentini necə yazarıq? Yenə də qüvvənin təsir xəttini uzadırıq. Fırlanma oxuna perpendikulyar çəkirik. Həmin perpendikulyarın uzunluğuna deyəcəyik qüvvənin qolu. Buradan bura qədər olan məsafədə el olsun. Düzbucaqlı üçbucaqda bilirsiniz ki, sinüs alfa nəyə bərabərdir? Qarşıdakı katetin hipotenuza nisbətidir. Buradan D-ni tapsam, olacaq L sinüs alfa. Momentin də düsturu nədir? F vurulsun D-dir. D-nin də yerinə L sinüs alfa yazacağım. Olacaq FL sinüs alfa. Əgər alfa bərabərdir 0 olarsa, sinus 0 dərəcədə 0 qiymət alır. Alfa bərabərdir 90 dərəcə olarsa, sinus da 90 dərəcədə 1 qiymət alır. Deməli, sinus 0 dərəcə olanda moment də bərabər olacaq 0-a. Sinus 90 dərəcə olanda moment olacaq maksimal qiymətin alacaq. Bu nə deməkdir? Baxın. Belə bir cisimimiz var. Yazıram F1 qüvvəsi. F1 qüvvəsinin təsir xətti gedib fırlanma oxundan keçirsə, onun momenti bərabər olacaq nəyə? 0-a. F2 qüvvəsi. F2 qüvvəsinin təsir xəttini uzadıram. Fırlanma oxuna perpendikulyar çəkirəm. Olacaq momenti maksima. F2-nin momenti olacaq maksima. Keçirik tarazlığa. Tarazlığın 3 növü var. Birincisi dayanıqlı tarazlıqdır. Əgər biz cismi tarazlıq vəziyyətindən çıxardıqdan sonra
Cisim əvvəlki vəziyyətinə qayıtmağa çalışırsa, belə tarazlıq dayanıqlı tarazlıq adlanır. Başqa sözlə desək, əvvəlki vəziyyətdə ona təsir edir mg və dayağın reaksiya qüvvəsi n. Biz indi onu tarazlıq vəziyyətindən çıxardıqda, yenə də ona mg təsir edir və dayağın reaksiya qüvvəsi təsir edir. Dayağın reaksiya qüvvəsi və mg-nin əvəzləyicisi, baxın, belə yönəlir. Yəni, biz cismi tarazlıq vəziyyətindən çıxardıqdan sonra ona təsir edən qüvvələrin əvəzləyicisi cismi əvvəlki vəziyyətə qaytarmağa çalışır. Bu tarazlıq olur dayanıqlı tarazlıq. Növbəti yazaq dayanıqsız tarazlıq. Biz cismi tarazlıq vəziyyətindən çıxardıqdan sonra cisim əvvəlki vəziyyətinə qayıtmırsa, belə tarazlıq olur dayanıqsız tarazlıq. Təsir edən qüvvələri çəkirik. mg, dayağın reaksiya qüvvəsi, yenə də mg və dayağın reaksiya qüvvəsi. Bu iki qüvvənin əvəzləyicisi, baxın, belə yönəlir. Cismi tarazlıq vəziyyətindən uzaqlaşdırmağa çalışır. Belə tarazlıq olur dayanıqsız tarazlıq. Bir də var fərqsiz tarazlıq. Adından göründüyü kimi. Siz onu tarazlıq vəziyyətindən çıxarsanız belə heç bir fərq olmayacaq. Yenə də başlanğıcda mg, dayağın reaksiya qüvvəsi, tarazlıq vəziyyətindən çıxardınız, gətirdiniz bura. Heç bir fərq olmadı. Belə tarazlığa deyilir dayanıqsız tarazlıq. Bunu başqa cürdə göstərə bilərik. Hesab edək ki, baxın, bu sizin telefonunuzdur. Mən dedikcə siz telefonla və yaxud başqa qələmlə də eləyə bilərsiniz. Hər üç halda ağırlıq mərkəzin eyni olacaq. Cismin ağırlıq mərkəzinə tətbiq olunacaq ağırlıq qüvvəsi və yerin mərkəzinə doğru yönələcək. Fərqsiz tarazlıqda fırlanma oxu ağırlıq mərkəzi ilə üst-üstə düşür. Yəni, telefonunuzun və yaxud qələmin düz ortasından tutduqda orada fərqsiz tarazlıq baş verəcək. Əgər siz telefonunuzu və yaxud qələmi aşağı hissəsindən tutsanız, görəcəksiniz ki, o tarazlıq vəziyyətindən çıxdı və əvvəlki vəziyyətinə qayıtmır. Yəni, fırlanma oxu ağırlıq mərkəzindən aşağıda yerləşərsə, belə tarazlıq olur dayanıqsız tarazlıq. Amma fırlanma oxu ağırlıq mərkəzindən yuxarıda yerləşərsə, belə tarazlıq olacaq dayanıqlı tarazlıq. Az öncə qeyd etdik ki, cisimlərə təsir edən qüvvələr onları iki cür hərəkət etdirə bilər. Bir, onlara irəliləmə hərəkəti verə bilər. Bir də onlara fırlanma hərəkəti verər. İrəliləmə hərəkətində olan cismin tarazlıqda qalması üçün ona təsir edən qüvvələrin sıfıra bərabər olmalıdır. Neçə dənə qüvvə təsir edirsə artıq, onların cəmi sıfıra bərabər olmalıdır. Fırlanma hərəkəti verən qüvvələrin momentlərinin cəmi sıfıra bərabər olmalıdır. M1 üstə gəlinsin M2 üstə gəlinsin Mn bərabər olacaq sıfıra. Keçək sadə mexanizmlərə. Sadə mexanizmlər həm qüvvənin qiymətini dəyişə bilir, həm də istiqamətini dəyişə bilir. Linkdir, bloklardır, dolamaçaqdır, mail müstəvidir, vintdir. Bunlar sadə mexanizmlərdir. Biz bugün link, blokları və mail müstəvini keçəcəyik. Link nədir? Link tərpənməz dayaq ətrafında fırlana bilən cisimdir. Bu dayaqdır. Üzərində bir cisimdir. Bunun ətrafında, bu dayağın ətrafında fırlana bilir. Yazaq bura F1 qüvvəsi, F2 qüvvəsi. F1 qüvvəsinin qolunu təyin edək. Qüvvənin tətbiq olunduğu nöqtədən dayağa qədər olan məsafə olacaq F1-in qolu. F2-nin qolu isə tətbiq olunduğu nöqtədən dayağa qədər olan məsafə. İndi baxın, sol tərəfin momentini yazsam, M1 bərabər olacaq F1 vurulsun D1-ə. Sağ tərəfin momenti bərabər olacaq F2 vurulsun D2-yə. İndi baxaq görək bizi hansı sadəqrəb istiqamətində hərəkət etdirir. Hansı sadəqrəbinin əks istiqamətə fırladır. F2 bizi sadəqrəb istiqamətində fırladır. F1 bizi sadəqrəbinin əks istiqamətdə fırladır. Şərti olaraq sadəqrəb istiqamətdə fırladan qüvvələrin momenti mənfi,
Sadə əqrəbin əksinə fırladan qüvvələrin momenti isə müsbət qəbul olunmuşdur. Əgər bu momentlər bir-birinə bərabər olarsa, bu cisim tarazlıqda qalar. M1-in yerinə yazıram F1D1, M2-nin yerinə yazıram F2D2. Burada böyük F2-nin F1-ə nisbəti bərabər olacaq D1-in D2-yə nisbəti. Kiçik qüvvə böyük qol, böyük qüvvə kiçik qol. Linç bizə qüvvədə qazanc verir. Nə qədər qazanc verir? F2 bölünsün F1 qədər qazanc verir. 2 növ linç var. Yazaq bura. Birinci növ linç. Birinci növ linç odur ki, dayaq cismin ortasındadır. Yəni, ortasında olmaya da bilər, amma əsas qırağında deyil. Bura bir F1 qüvvəsi tətbiq edək. F2 qüvvəsi tətbiq edək. Dayaq da bu cismə reaksiya göstərir. F1 qüvvəsinin qolu olacaq, baxın bura D1. F2 qüvvəsinin qolu olacaq D2. Buradan biz eni tapsaq, n bərabər olacaq F1 plus F2. İkinci növ linç. İkinci növ linkdə dayaq baxın buradadır. Burada bir F1 qüvvəsi olsun. Burada bir F2 qüvvəsi olsun. Reaksiya qüvvəsində yenə çəkirəm. Bax, burada bir şey deyim sizə. Reaksiya qüvvəsinin momenti sıfırdır. Niyə? Çünki onun təsir xətti gedir, hardan keçir? Düz fırlanma oxundan keçir. Baxın, onun momenti sıfıra bərabərdir. F1 bizi sadə əqrəb istiqamətində fırladır. Yəni, mənfi qəbul edirik. F2 bizi sadə əqrəbin əksi istiqamətində fırladır. Müsbət qəbul edirik. F1-in qolu, baxın, buradır. D1. F2-nin qolu buradır. D2. Yenə mən tarazlıq şərti yazsam, nə olacaq? F1 D1 bərabər olmalıdır F2 D2. Bəs reaksiya qüvvəsini necə taparam? Baxın, reaksiya qüvvəsi yuxarı yönəlib. F2 də yuxarı yönəlib. Eyni istiqamətdədir. Toplayırıq. F1 isə olaraq əks istiqamətdədir. Bərabər edirik F1-ə. Buradan eni tapsaq, F1 çıxılsın, F2 olacaq. Gəlin bir neçə nümunəyə baxaq. Linkin çəkisi nəzərə alınmır. Yazaq bura. Linkin çəkisi nəzərə alınmır. Qeyd edim ki, mən baxdığım nümunələrin hamısında link bir cins olacaq. Bir link götürürük. Bir neçə bölgəyə bölək. Neçə oldu? 5-10 hissədən ibarət oldu. Burada dayaq qoyuruq. Bir neçə qüvvə çəkək və tarazlıq şərti yazaq. F1 qüvvəsi, F2 qüvvəsi, F3 qüvvəsi, F4 qüvvəsi. Buradan da reaksiya qüvvəsini çəkirəm. Tarazlıq şərti yazanda reaksiya qüvvəsini yazmayacaqsınız. Çünki reaksiya qüvvəsinin momenti sıfıra bərabərdir. Amma ayrıca sizdən reaksiya qüvvəsini tapmaq tələb olunsa, onda nə yazarsınız? Reaksiya qüvvəsi yuxarıdır, F3-də yuxarıdır. Qalan digər qüvvələr də haradır? Aşağıdır. F4, F1, üstə gəlsin F2. Buradan eni tapanda bu üçünün cəmindən nə edəcəksiniz? F3-ü çıxacaqsınız. Yəni F4 üstə gələ F1, üstə gələ F2-dən çıxacaqsınız F3-ü. İndi gəlin, baxaq görək qüvvələr bizi hansı istiqamətində fırladır. Sadə əqrəbi yoxsa sadə əqrəbinin əksi. F1 bizi sadə əqrəb istiqamətdə fırladır, mənfi. F2 sadə əqrəb istiqamətdə fırladır, mənfi. F4 saatın əksinə fırladır, müsbət. F3 də bizi saatın əksi istiqamətində fırladır, o da müsbət. İndi kimlər dost oldu burada? F3 ilə F4 dost oldu, F1 ilə də F2 dost oldu. Gəlin indi tarazlıq şərtini yazaq. Deməli, F1-in momentinə M1 yazıram, F2-nin momentinə M2 yazıram. Bunlar ikisi arkadaş. Sonra F3-ün momentinə M3 yazıram, F4-ün də momentinə M4 yazıram. İndi gəlin qolları tapaq. F1-in qolunu tapacağım. F1-in tətbiq olunduğu nöqtə buradır. Dayaq isə buradır. Baxıram görüm neçə bölgüdür. 1, 2, 3.
Yazıram. F1 vurulsun 3. Üstə gəlinsin. M2-nin tətbiq olunduğu nöqtə burada dayaq. Baxın, buranı sayacağım. 1, 2, 3, 4, 5, 6, 7. F2 vurulsun 7. Bərabərdir. F3-ün tətbiq olunduğu nöqtə dayağa qədər məsafə 1, 2, 3, 4, 5. F3 vuraq 5-ə. Üstə gələk. F4-ün qoluna baxaq. Tətbiq nöqtəsi, bu da dayaq. 3 bölgü. F4 vurulsun 3. Bu da olacaq bizim tarazlıq şərtimiz. Əgər linkin öz çəkisi də nəzərə alınarsa, o zaman biz çubuğun düz ortasından, məsələn 10 bölgüdürsə, 5 bölgüdən bir dənə də MJ çəkməliyik. MJ-ni də çəkib, sonra yenə də tarazlıq şərti yaza bilərik. Baxın, çubuğumuz bizim 10 bölgüdürsə, düz ortadan, baxın bu nöqtədən nə çəkməliyik? MJ çəkməliyik. MJ də bizi hansı ox istiqamətində fırladır? Saat əqrəbi istiqamətində. Onun da momenti 0-a bərabər olacaq. Momenti 0 olacaqsa, onda o kimlərlə dostdur? M1 ilə M2 ilə dostdur. Onda üstünə gələrəm. Daha doğrusu aşağıdan yazım. Buradan üstünə gələrəm. MJ-ni vuraram. MJ-nin qoluna. Baxın, qolu da dayağa qədər 2 bölgü olacaq. Keçək bloklara. Blok nədir? Blok çəmbəri üzərində növ olan və oxa nəzərən fırlana bilən çarxdır. 2 cür blokumuz var. Tərpənməz blok, bir də tərpənən blok. Hər ikisinin şəklini çəkirəm. Tərpənməz blokda cisim ipdən asılıb. M kütləli cisim. Tərpənən blokda isə cisim blokun özündən asılır. Bu cisimə yer tərəfindən hansı qüvvə təsir edir? Ağırlıq qüvvəsi təsir edir. Sapdan asılan cismin sapa göstərdiyi, yəni askıya göstərdiyi təsir qüvvəsinə deyəcəyik çəki. Onda bu cismin çəkisi elə nəyə bərabər olacaq? P, MJ-yə bərabər olacaq. F də bərabər olacaq M vurulsun J-yə. İndi bura baxın. Bu ip F-dir. Eyni iplərdəki qüvvələr eynidir. Bura F-dirsə, gəlirəm eyni ipdir. Burada F-dir. Onda bura nə olacaq? 2F. Yenə də MJ-ni eyni qayda ilə çəkirəm. 2F bərabərdir P-yə. F də bərabərdir P bölünsün 2-yə. Və yaxud da ki, MJ bölünsün 2. Fikir verirsinizsə, tərpənməz blok qüvvədə heç bir qazanc vermədi. Məsələn, mənim kütləm 10 kiloqramdır. MJ eləyir 100 Newton. Mən bu cismi qaldırmaq üçün 100 Newton qüvvə çəkisi 100 Newton idi. Elə mən də 100 Newton qüvvə sərf etdim. Amma burada cismin çəkisi 100 Newtondursa, mən nə qədər qüvvə sərf edirəm? 50 Newton qüvvə sərf edirəm. Yəni qüvvədə 2 dəfə qazanc əldə edirəm. Tərpənən blok qüvvədə qazanc əldə etmək üçün istifadə olunur. Tərpənməz blok isə qüvvədə qazanc vermir, lakin qüvvənin istiqamətini dəyişir. Bu hər iki halda mən sürtünmə qüvvəsini və blokların çəkisini nəzərə almamışam. Tərpənməz blokda uşaqlar blokun çəkisi onsuz da nəzərə alınmır, amma tərpənən blokda nəzərə alına bilər. Məsələn, şərtindən asılı olaraq. Çünki fikir verin, siz bu ipin ucundan tutub dartanda, siz həm bu cismi qaldırmış olursunuz, həm də bloku da qaldırmış olursunuz. Blokun da çəkisinə deyəyim P blok. Digər tərəfdən sürtünmə nəzərə alınmır. Təbiidir ki, siz bu iplə burada hərəkət edəndə blokla sürtünürsünüz. Həm tərpənməz blokda, həm tərpənən blokda. Əgər sürtünmə qüvvəsi nəzərə alınarsa, onda F bərabər olar MJ üstə gəlsin F sürtünmə. Az öncə də qeyd etdim, blokun çəkisi tərpənməzdə nəzərə alınmır. Tərpənən blokda isə, əgər blokun da çəkisi nəzərə alınarsa, F bərabər olar cismin çəkisi, üstə gələk blokun çəkisi bölə 2, sürtünmə də nəzərə alınarsa, üstə gələnsin F sürtünmə olacaq. Əgər cisim blokda bərabər sürətlə hərəkət edərsə, F bərabər olacaq MJ-yə.
Tərpənən blokda da f bərabər olacaq mj bölünsün 2. Əgər a təcili ilə yuxarı hərəkət edərsə, f bərabər olacaq mj plus a. Tərpənəndə isə f bərabər olacaq mj plus a bölünsün 2. Əgər a təcili ilə aşağı hərəkət edirsə, f bərabər olacaq mj çıxılsın a. Burada isə f bərabər olacaq mj çıxılsın a bölünsün 2. Mexanikanın qızıl qaydasına görə biz qüvvədə nə qədər qazanırıqsa, məsafədə də bir o qədər itiririk. Tərpənməz blokda qüvvədə heç bir qazanc əldə etmirik. Ona görə məsafədə də heç nə itirməyəcəyik. Yəni mən yükü 1 metr yuxarı qaldıracamsa, buradan da ipi 1 metr aşağı düşürdəcəm. Onda yazıram ki, h ip bərabərdir h yükü. Yükü hansı sürətlə qaldıracamsa, ipi də həmin sürətlə endirəcəm. O zaman yazıram v ip bərabərdir v yük. O cümlədən təcil də, ipdə də, yükdə də bərabər olacaq. Onda mən işi yazsam, iş nəyə bərabərdir? F vurulsun S-dir. Burada F-in yerinə nə yazmışıq uşaqlar? mj. S-in də yerinə biz nə deyirik? Deyirik 3 metr qaldırıram, 3 metr endirirəm. Yəni nə qədər yüksəkliyə qaldırıram? S-in də yerinə h yazacağam. Onda bərabər olacaq nəyə? mj h-a. A təcili ilə yuxarı hərəkət etdikdə mj üstə gəlinsin a vurulsun h-a. A təcili ilə aşağı hərəkət etdikdə mj çıxılsın a vurulsun h olacaq. İndi keçək tərpənən bloka. Tərpənən blokda siz yükü buradan 2 metr qaldıranda, 2 metr qaldırmaq üçün ipi buradan 4 metr qaldırmalısınız. Onda h ip bərabər olacaq nəyə? 2h yükü. 2 dəfə burada qüvvədə qazanmışdıq axı. Onun əvəzində buradan məsafədən 2 dəfə itirdik. İpin sürəti yükün sürətindən 2 dəfə çox olacaq. İpin təcili də yükün təcilindən 2 dəfə çox olacaq. Məsələnin həllində sizə baxasınız ki, ipin sürətini verəcək, məsələn, yükün impulsunu soruşacaq və yaxud da yükün sürətini verəcək, ipin kinetik enerjisini soruşacaq. Əgər baxırsınız, blok tərpənməz blokdursa, burada ip yük söhbətinə heç takılmayın. İkisi də eyni şeydir onsuz. Amma tərpənən blokdursa, mütləq o ip yük söhbətinə fikir verməlisiniz. Sizə deyər ki, yükün sürəti, yazaq bura V yük. Məsələn, yükün sürəti 2 metr bölünsün saniyədir. Amma mənə deyir, sən ipin impulsunu tap. Baxıram ki, əgər blok tərpənəndirsə, mütləq mən birinci buradan V ipi tapacam. Yük 2-dirsə, ip 4-dür. Onda M, V ip yazacağam. İmpulsun düsturunu da buradan yazıram. M, V, kinetik enerjinin düsturu. MV kvadratı bölünsün 2. Potensial enerjinin də düsturu MJH-dır. Bloklardan bu qədər. Keçək malum müstəviyə. Malum müstəvi üfüqlə müəyyən bucaq əmələ gətirən səthdir. Bu malum müstəvinin meyl bucağıdır. Malum müstəvinin hündürlüyüdür. Malum müstəvinin uzunluğudur. Malum müstəvidə qazanc onun uzunluğunun hündürlüyə nisbəti qədərdir. Düzbucaqlı üçbucaqda bilir ki, sinüs alfaya bərabərdir. Qarşıdakı katetin hipotenuza nisbətidir. Buradan h-ı tapsam, olacaq L sinüs alfa. Gətirib burada yerinə qoyuram uşaqlar. Burada L, h-ın da yerinə L sinüs alfa yazıram. L'lər ixtisar gedir. Qalır 1 bölünsün sinüs alfa. Tutam ki, alfanı bizə 30 dərəcə veribsə, sinüs 30 dərəcədə nə alır? 2də 1 alır da. Onda 1 bölünsün 2də 1 olacaq 2. Yəni 2 dəfə bizə qazanc vermiş.